Heç kim yaxşı deyil. Bütün insanlar günahlı və şəhvətli istəkləri olan eyni cismə malikdirlər. Pis olan cisim deyil, onun təbiətidir. Cisim Tanrını razı sala bilmir, ancaq özünü. Əhd Ətiq Musaya verilən qanuna əsasən günaha görə qurban gətirilən heyvanların qanı üzərində bağlamışdı. Ona görə Əhd Ətiqdə çoxlu arvad almağa, intiqam almaq, pislə pisliklə cavab verməyə və s. şeylərə icazə var idi. Qeyri-kamil olduğuna görə Əhd Ətiq ləğv edildi və onun yerinə İsa'nın qanı əsasında yeni əhd bağlandı. Tanrının qanununa görə insan öz günahına görə ölməlidir. Bir insan vasitəsilə, Adam vasitəsilə hamı günaha bulandı. Ona görə də bir kamil insan vasitəsilə bütün bəşəriyyətin xilası mümkün idi. Amma kamil insanlar yoxdur, hamımız günahkarıq. Məhz buna görə İsa göydən gəldi və insan kimi doğuldu. O bizim kimi insani toxumundan deyil, Tanrı ruhundan doğdu və onda Adəmin günahı yox idi. O bizə görə insan oldu və çarmıqdakı ölümü ilə Adəmin günahkar cismini məhkum etdi. Buna görə də cismani təbiətə görə yaşayanlar məhkum olublar. Tanrı nə qədər günah və nə qədər yaxşılıq etdiyinizi hesablamır. Cismani təbiətə görə yaşayırsınızsa, artıq məhkum olunmusunuz. Ruha görə İsa'nın həyat tərzinə uyğun yaşayırıqsa, o bizə bəraət qazandırır. Biz yeni əhdin altında yaşadığımıza görə cismani təbiətin istədiyini etməyə, qisas almağa, pisliyə cavab verməyə, istədiyiniz kimi yaşaya bilmərik. İsa cisimdə olarkən, cismin günahkar təbiətinə görə deyil, ruha görə yaşayırdı. Cisim sadəcə zahiri qabıq idi, daxilində isə ruh, Tanrının kəlamı gizlədilmişdi. Buna görə də Yahudilər İsa'nı başa düşə bilmirdilər. O adi bir insan deyildi, bədəndə yaşayan Tanrının ruhu idi. İsa yalnız müqəddəs ruhun istədiyini edirdi. O Tanrıdır, çünki onun öz istəkləri, egoizmi yox idi. O yalnız Tanrı istəklərini yerinə yetirirdi. Rəbbin istəkləri onun istəkləri idi. Bəli, o insan cismində idi, lakin onda özünə məxsus insani heç nə yox idi. Onu Tanrıdan ayıran ancaq insani görünüşü idi. Daxildə o, Tanrının məqsədləri ilə, onun iradəsi ilə tamamilə bir idi. İsa dəfələrlə yalnız Tanrının iradəsini yerinə yetirmək üçün gəldiyini deyirdi. Əgər onda insani bir şey olsaydı, o heç vaxt dirilməzdi. Lakin o daxilində Tanrı idi. Ona görə də ölüm onu saxlaya bilmədi. Tanrı istəyir ki, hər bir insan İsa kimi ruha uyğun yaşasın. Günahkar cismin etirazlarını yox, Tanrını razı salaq. Bu halda bizdə İsa var və onda Tanrıya malikik. İsa'ya Tanrının oğlu kimi iman edərək qəbul etdiyimiz müqəddəs ruh bizə cisim və günah üzərində güc verir. Əvvəllər günahkar idik, amma ruhda yaşayırıqsa, deməli biz də ruhən Tanrının oğullarıyıq. Özünüzü günahkarlarla müqayisə etməyin, əlbəttə ki, üstünlük tapacaqsınız. İsa ilə müqayisə edin, onun kimi yaşayırsınızmı? Ruha uyğun yaşamaq, ruhun istəklərinə uyğun hərəkət etmək deməkdir. Bu halda siz Tanrı ilə əlaqədəsiniz və onun himayəsində olursunuz. Yalnız ruhanilik sizi Tanrı ilə birləşdirir, cismanilik isə sizi ondan ayırır.